Getirirsiniz bir stəkan ilıq su. Bax, bir dəfə deyirəm. İkinci dəfə deməyəcəyəm. Ama çok iyi amacı tut. Yanda bir dənə bunlara deyim, çıxım gedim. Ama çok iyi amacı tut. Pulu olmayan qızlar, imkanı olmayan qızlar. Amma bu detoksu eləsəz, mədəvizdə yara, səpki zad olmaz. Başa düşdünüz? Zəncəfildəndir. Yəni, zəncəfil o kartoşkaya oxşayan var. Səhv deməyim də, kartoşkaya oxşayan var, o. Bax, demək götürürsünüz isti ilıq sunu. İsti yox, ilıq su. İlıq sunu götürürsünüz, qulaq as. İlıq sunu götürürsən, ilıq sunu götürürsən. Ay, sənin köpək oğlun qızı. Bir sus da bir dəqiqə. Ərəb yazsız, çox sağ ol. İlıq suyunu götürdün, bir çay qaşığı zəncəfilin tozu. Tozu. Bildiniz o kartoşkaya oxşayan var ya, tozu. Bir çay qaşığı zəncəfilin tozu. Yarım dənə limonu sıxırsan. Normal limon yox. Yaşıl limon var ya, yaşıl limon. Limeti. Yarım dənə limetini sıxırsan, normal da götürə bilərsən. Normal limonda. Yarım dənə limonu sıxırsan, bir çay qaşığı da bal. Sakit də, biz o eşidir axı. Bir çay qaşığı da bal. Qarışdırırsan hər səhər ac qarnına. Əgər bir həftəyə 4-5 kilo arıqlamasan, gəldinən ki, arzusan uğraşın qızısan. Bu diyeti məni köynədən izləyən, Instagramdakı olan qızlar seslər bizi çıxardın. Kim bilirdi? Yazsın, bilirdim. Instagramdan bilirlər onlar.